Bax, sizcə bu müğənnilərdən hansı heç vaxt A kateqoriyası olmayacaq? İllərdir, mən o xanımı da çox istəyirəm. Çox şirin bir xanımdır, Günel xanım. Pişik Günel. Sadəcə mən uşaqlığımdan Günel var. Pişik Günel olaraq. Uşaqlığımdan var. Amma da illərdir də. İndən sonra bilmirəm indi nə tər olur. Yəni, mən onun adını verə bilərəm. Heç vaxt A kateqoriya olmayacaq. Olmayacaq da. İllərdir Pişik Günel var. Pişik Günel var. Mahnılarını inan ki bilmirəm. Amma özü çox şirin xanımdır. Hörmətim var. Yəni, Amma əslində Günelin elə olan mahnıları elə 5-6 dənə mahnısı var ki, hər biri kitdir. Günel xanım gündəmdə olanda uşaq idi. Eynən. Onu demək istəyirəm də, mən uşaqlığımdan var, amma yəni illərdir var da. Bəlkə fasilə çox verir. Gənclərdən, amma bəlkə gənclərin irəlidə nəsə işləri ola, o xanımın adını verə bilərəm. Günel Ələkbərova. Bəli. Könül Kərimovaya oxşatdım burada şəkildə. Mədinə Məlik düşünürsünüz? Müğənni kimi heç vaxt A kateqoriyasında olmayacaq. Müğənni kimi. O da düzdür. Sizcə bu kollajda əsl ulduz kimdir? Əsl star? Onların içində Xatirə xanımdır. Xatirə İslam. Əlbəttə, mən çox sevirəm. Əsl ulduz, Xatirə İslam, Kamil Cəfərli. Hamısı. İnan ki, onlara sual verirsəydi, onlar da Xatirə xanımı seçərdilər. Bəli. Sizcə sənəti ilə deyil, daha çox şəxsi həyatı ilə gündəmdə olan, bəli, sırf buradakılardan kimdir? Şəxsi həyatı ilə, sənəti ilə deyil, daha çox şəxsi həyatı ilə. Bu siyahıda Sevda xanım Yahyayeva ailə qurdu, gözəl övladları olub, yəni yaxşı mənada, sözün əsl mənasında. Məsələn, öz balaları ilə, həyat yoldaşı ilə, ailəsi ilə, məsələn, gündəmdə gəzməklər, bəli. Dünyanı gəzməklər. Elvin, sən də onlarla həmfikir. Yoxsa sən də elə hamısıdır. Yox, hamısı yalan deyərəm mən. Burada o məsələyə qarışa bilmərəm. Sən kimi düşün? Sevda Yahyayeva. Allah nəzərlərdən qorusun. Çox gözəl ailəsi var, gəzməkləri, maraqlı hekayələr, storilər, izləyirəm onların. Yəni, Sevda, pambıqla baş keçmək buna deyirlər, əzizim. Yəni, sualım belə idi ki, sənəti ilə deyil, şəxsi həyatı ilə gündəm olan, üçü də deyir ki, Sevda Yahyayeva. Sizcə, bu kollajda olan həmkarlarınızdan özündən razı olan kimdir? Əslində belə deyim, Ayan xanıma həmişə deyirlər ki, mən görürəm də, məsələn, çevrəmdə ki, o biraz, deyirəm, yox, elə görünür. Mənə də bəzən deyirlər ki, sən çox egolu görünürsən, amma danışanda, tanışlıq olanda elə deyil, yəni. Ayan xanım da kənardan bəlkə elə görünür. Mən amma bu suala cəsarətli cavab verə bilərəm. Bəli, elə mənim ən yaxın dostum bu kollajın içərisində bir Güneldir, bir Ayandır. Bəli, Ayan bir pafoslu, egolu, həm çıxışı var, həm yerişi var, həm paylaşımlarında, qaşlar daim yuxarıda. Var da bu qızda bir özündən razılıq var. Yəni, bunu məncə çəkinməz, Ayan inciməz də bunu deməyimizə. Ayan özü də deyir ki, bəli, mən beləyəm. Sizcə, mən bu sualı dəyişdirəcəyəm, Azər. Sizcə bu müğənnilərin ən uğurlusu kimdir? Azər ən uğursuzu yazıb. Mən ən uğurlusu soruşmaq istəyirəm. Bu aralar Xatun xanım. Çox sevirəm onu da, salamlayıram. Xatun xanım və Xatirə xanım. Birinci Xatirə xanım, sonra Xatun xanım. Bu insanların içində ən uğurlu Vasif Məhərrəmli seçirəm. Ən uğurlu Vasif Məhərrəmli. Niyə Vasif Məhərrəmli? Çünki Vasif Məhərrəmli bir dənə Bakılı qız mahnısı ilə aləmi partlatdı, dağıtdı. Maşallah olsun, Vasif Məhərrəmli salamlayırıq burada. Salamlayırıq, əməkdar artistimizi, dostumuz. Bəli, Vasif Məhərrəmli, son vaxtlar biz Vasif Məhərrəmli sözlər atdılar, amma elə deyil. Vasif Məhərrəmli yaxşı insandır, həm də yaxşı sənətkardır. Artıq yaş biraz çoxaldıqca ola bilər də, nəsə biraz. Amma mən Vasif Məhərrəmli seçirəm.